Məxrəci 420 olan düzgün kəsirlərdən neçəsini sonlu onluq kəsir şəklində göstərmək mümkündür? Bunların sayını tapmaq üçün ilk öncə 420 ədədini sadə uruqlarına ayırmalıyıq. 420 ədədi 2, 2, 3, 5 və 7 şəklində sadə vuruqlarına ayrılır. Ədədimizin sonlu onluq kəsr şəklində göstərilməsi üçün onun sadə vuruqlarına ayrılışında yalnız 2 və 5-lər iştirak etməlidir. Lakin bizdə 3 və 7 də iştirak eləyir. Həmin ədədlərin, kəsirlərin sayını tapmaq üçün 420 ədədini 2 və 5-dən əlavə ədədlərin hasilinə bölüb 1-i çıxmalıyıq. Yəni 420-ni 3 vur 7-yə bölüb 1-i çıxsaq, buradan 20 minus 1, 19 almalıyıq. 1-i ona görə çıxmalıyıq ki, şərtimizdə düzgün kəsirlər deyilir. Lakin bu kəsirlərə həm də 420-də 420 kəsir də daxildir ki, bu kəsir bizdə düzgün olmayan kəsirdir. Ona görə cavabımız 19-a bərabərdir.